Xoş gördük əziz izləyicilərimiz, hər vaxtınız xeyir olsun. Masazırda gözəl yerdə bir 8, 9, 10 dənə bir evimiz çıxıb, çox gözəl. Buradan çəkib sizə göstərəm. Buradan, bax, düz bu binanın qabağından əsas marşrutdur, 525. Yəni, dəqiqliyi nə deyirəm ki, yəni biləsiniz. Düz 150 metr, 200 metr olar ya olmaz. Evimiz də çox gözəl, çox qəşəng. Bu cürünə, belə bir formada tikilib. Demək 1, 2, 3, 4, 8 dənə evdir. 8 dənə evdir, qardaş. Bax, bu qabaq hissələrdə olan evlər 3 otaq, 6 qarajdır. Kim istəyərsə altında evdə eləyə bilər. Yəni, nə şərait desən eləyə bilər. Həyət nə qədər də asfaltdır, qazdır, sudur, işıqdır. Hamısı çəkilib hazırdır. Keçək evimizlə sizi tanış edeyim. Bir də qeyd edeyim ki, evlərimiz demək tam sənədlidir. Çıxarışla, kupça ilə. Yəni, biz çıxarışla satırıq. Lazım olarsa kupçanı da alıb verərik. O da problem deyil. Torpağımızda həyətyanı yaşayış məntəqəsi çıxarışlarıdır. Evimiz də bu cür nədir. Keçə evimizlə sizi tanış edeyim. Evimizin buradan da girişi var. Demək, buradan da qarajı var. Yəni, buradan maşın açıb qarajı sala bilərsiniz. İki tərəfli yollandır. Buradan da yenə həyətə girə bilərsiniz. Həyətimiz belə gözəl, belə qəşəng, səliqəli bir evdir. Onu da qeyd edelim ki, əziz izləyicilərimiz, demək, evimiz 1 ilə 2-nin arası monolit betondur. Bu bizim alt mərtəbə. Alt mərtəbədə hündürdür, 2.40, 2.50 var. Bax, qardaş, laminat deyil, monolitdir. Boy ev monolitdəndir, qoça kubikdir, sağı, solu fərq eləmir. Bu da bizim qarajdır. Qarajımızın da üstü monolitdir. Bu cürünə qarajımızdır. Burada da sağ tərəfdə. Burada da yine öz həyətinə baxır, məsafə var. Kanalizasiya sistemidir. Buradan da əl qapısı var. Yine də sağ tərəfdən də girə bilərsiniz. Keçək evimizlə sizi tanış edeyim. Burada sudur, qazdır, işıqdır. Hamısı kommunallar yerindədir. Bax, əziz izləyicilər, demək evimizin girişi budur. Evimizin lüstruna qədər asılı. Demək girdiyi sol tərəfdə. Sol tərəfdə pərdələrinə qədər evimiz hazırdır. Sol tərəfdə gözəl belə bir zalımız var. Wi-Fi nə qədər çəkilib hazırdır. Belə qəşəng bir işıqlı evdir. Birbaşa da pəncərə yola baxır. Yəni heç kimin həyətinə, qapısına, divarına baxmır. Demək bu zalımızdır. Buradan keçdik. Sağ tərəfdə kuxna mebeli də qəşəng belə yığılıb. Hazır bütün avadanlıqları var. Lüstru nə qədər asılıdır. Yenə də pəncərəsi öz həyətinə baxır burada da. Qəşəng belə bir kuxnadır. Yenə bu da bir yataq otağımız. Bunun da lüstru, pərdələri hamısı qaydasındadır. Bu da bir yataq otağımız. Qapıları da qəşəng, əla qapılardır. Bu da bizim hamam otağı. Bütün avadanlıqlar yığılıb. Üç otaq, kuxna, hamam, tualet. İstəsiniz ancaq aşağını da otaq eləyə bilərsiniz, qaraj eləyə bilərsiniz. Yəni nə istədiniz eləyə bilərsiniz. Demək, əziz izləyicilər, 8 dənə evdir. 8 dənə evin demək, axırı evlər 85 mindir. Axırı evlər, qabaq evlər 95 mindir. Sağ olun, var olun. Kanala abunə olmağı unutmayın ki, hər dəfə belə gözəl evlər çıxanda çəkə biləsiniz.
Yenə də qeyd edeyim, evimizin qiyməti 95.000 manat. 95.000 manatdan satışa çıxıb. Birbaşa da bax, qardaş, sağı, solu, hamısı yola baxır. İkinci bir, yəni pəncərənin qabağını bağlayacaq bir şey yoxdur. O belə gözəl, qəşəng evlərdir. Orta monolitdir, laminatdır. Çox gözəl evlərdir. Sağ olun, var olun. Allah'a əmanət olun.